Salam əziz tələbələr, vaxt qazandıran sualların 27-cisi ilə davam edirik. Hesab əməllərinə aid böyük həcmli görsənən bir sual var. KLMN bölünsün n bərabər PQR deyir. Heç bir rəqəm verilməyib və bizdən hansının mütləq doğru olduğunu soruşur. Bir sənə nə şərt verilibsə onun üzərindən getməlisən. Burada yazıb ki, n kiçikdir PQ'dən. Yadda saxlayın. Burada n kiçik rəqəmlə verilirsə, kiçik hərflə verilirsə daha doğrusu, onun sadəcə natural ədəd olduğunu qeyd edir. 1 rəqəmlidir, 2 rəqəmlidir, 5 rəqəmlidir, onu müəyyən edə bilməzsən. Yəni bunun PQ'dən kiçik olub olmamasını dəqiq deyə bilməzsən. İkinci şərtdə deyir ki, S fərqi sıfırdan. S hardadır? S o qalıq mövqeyindədir. Əgər S fərqidirsə sıfırdan, yəni 1, 2, 3, 4, 5 hər neçədirsə, onda deyir ki, G kiçikdir n-dən. Bəli, düz deyir. Niyə? Çünki m-lər misal üçün 40 neçələrsə eyni rəqəm alandan sonra n 100% G-dən böyük olmalıdır ki, qalıq da müsbət olsun. Həmişə qalıq müsbət olmalıdırmı? Bəli. N də G-dən böyük olmalıdır ki, bu şərt doğru olmuş olsun. Və yaxud da ki, G n-dən kiçikdir. N G-dən böyükdür, eyni şeylərdir. 2 mütləq doğrudur. 3-də deyir ki, n bir rəqəmlidir. Bayaq dedim. Hardan bilin 1 rəqəmlidir, yoxsa 5 rəqəmlidir, bilə bilməzsən. Bir də Q bərabərdir 0 hissəsi var. O hardan gələcək? Baxın, 607-ni, misal üçün deyirəm, 6-ya bölsəm. 6-nın içində 6 bir dəfə çıxdıq 6. İndi 0-ı düşürtdüm aşağı. 0-ın içində 6 yoxdur ki? Yox. Bir dənə də 7-ni düşürtdüm. Hər iki rəqəmi düşürtdüyümə görə və yaxud da ki, ümumiyyətlə iki rəqəm düşürtdüyümə görə riyazi bir qayda var idi. Nə olmalıydı? Cavab hissəsinə bir dənə 0 artırılmalıydı. İndi həmin vəziyyətə baxın, burada da var. K-nı L-i N-ə bölübdür, eli P. Sonra P-ni N-ə vurdu, yəni K-l elədi, 0. Heç nə yadıma. M-i düşürtdü aşağıya. M-in içərisində N olmadığına görə N-i də düşürtdü aşağıya. Yəni eyni anda M və N-i düşürdüyünə görə Q avtomatik olaraq riyazi qayda ilə olur nə? 0. Oradan 0 gəlir və həqiqətən də Q bərabər 0 mütləq doğru hissələrdəndir ki, 4. P böyükdür R-dən onda bilə bilmərik. Bax, belə. Cavabımız oldu Y bəndi.